Herkese salam əziz izləyicilərim, necəsiniz? Çoxdandır vlog çəkmirdim və bugün nəhayət ki, küçük bir vlogla sizin qarşınızdayım. Qızlar, buna fikir vermin, özümə xoşuma gələn bir güldən tapmamışam da, amma gül almışdım deyə aroma bankasına qoymuşam. Amma çox adam elə bilir ki, elə belə güldəndir, fikir vermirlər ki, bankaymış. Toz da bir başqa bir dərddir. Qızlar, bilmirəm niyə ev belə tozlanır. Hələ ki, deyim ki, daima pəncərələri açıq qoymuruq ki, evə çoxlu toz gəlsin. Hələ ki, pəncərələr çox vaxt bağlı olur, amma ki, ev dəhşət tozlanır. Hələm bizdə belə olmamışdı. Olur ki, gündəlik silirəm. Olur ki, 2 gündən bir, yenə də toz gördüyünüz günü nə qədərdir. Bu tumbanın üstündə mənim kiçik bir ətir kolleksiyam var və makyaj fırçalarımdır. Əslində bunun üstündən çox şey qoymaq istəyərdim, amma qoyanda da mənim üçün çox tökün görsənir və sonra da onu yığışdırıram. Əslində bu ətirlər də mənə çox gəlir. İndi fikirləşirəm ki, hansı ki azdır, onları bitirim ki, çox görsənməsin. Bu qızlar orqanayzerdə Temu'dan sifariş eləmişdim. Onun yanındakında çox qəşəngli, çox keyfiyyətli gəlib. Həm bir dənə güzgüsü də vardı, təəssüf ki, o da qırılıb. Bunlarla belə dəstləşdirmişdim. Heyf ki, o qırılıb, amma birində yenisini sifariş edəcəm. Bu orqanayzerdə əslində kanselyariya üçündür, qələmlə vizitka üçündür, amma mən fikirləşdim ki, makyaj fırçaları da bunun içində pis görünməz. Tumbanın birinci sürməsində də mənim makyaj və baxım məhsullarımdır. O qədər də çox aynonlarım yoxdur. Və dediyim kimi, qızlar, çoxlu aynon olanda ürəyim sıxılır. Nə qədər də o məhsulu mən sevsəm də, istəmirəm ki, nəsə çox olsun da. Əslində mən həmişə belə olmuşam, amma son 1-2 ildir vəbşə çox aynon görəndə, çox bir rəngli, şit bir şey görüm ki, sırası başımdan bir ağrı tutur, ürəyim sıxılır. Elə bir ki, bədənim və beynim istəyir ki, hər şey sadə və minimalist olsun. Mən özüm işimdə dırnaq ustasıyam da, siz bildiyiniz kimi, köhnə izləyicilərim bilir ki, mən dırnaq ustasıyam. Mən işimdə çox şeylər tələb olunur və xırda şey çoxdur da. Və yenə mən çalışıram ki, orada istər-istəməz lazımsız şeylərim olmasın. Reviziya keçirdirəm. Hələ evdə də qızlar hər dəfə çalışıram. Bir gündən bir lazım olmayan, istifadə olmayan şeyləri çıxardım evdən. Bu şkafı da qızlar 2 gündən bir təmizləyirəm. Düşünmün ki, həmişə belə təmiz qalır. Buranın da tozunu almışam. Sadəcə olaraq uşaqlar yenə mənim gündəliklərimi götürmüşdük onun yerinə. Neçə vaxtda kitab oxuya bilmirəm, heç həvəsim yoxdur. Amma ki, başlamaq lazımdır. Buranın da tozunu aldım. Yaman dediyim kimi tozlanır. Yuxudan duran kimi bunu etməliydim. Sadəcə səhər soyuq olur da. İndi açıram. Divan sifariş verəndə demişdim ki, bu qızılı tərəfi olmasın. Yenə də ediblər. Onun üçün yastıqları bu tərəfə çöndərib qoyuram ki, o gözümü yormasın. Bugünlük qızlar bu qədər, biləm ki, qısa bir vlog oldu, amma dediyim kimi çoxdan çəkmirdim də, biraz mənim üçün çox çətin oldu.